Yeyə biləcəyin ən dadlı gürcü xəngəlini özün bişir. Deməli xəmiri 15 dəqiqə yaxşı yoğurursan, qoyursan soyuducuya. Ardınca farşı üstünə soğan, göyərti, duz, istiot, sarımsaq əlavə edib yaxşıca qarışdırırsan, biraz su tökürsən, sulu olmalıdır ki, bişəndə sulu qalsın. Xəmirin için belə olmağı vacibdir. Xəmiri belə hissə bölürsüz, qəşəng yumrulayırsınız bunu. Açırsınız amma çox nazik yox. Qalınlığını indi burada gördüyünüz kimi çox qalın olmasın, çox da nazik olmasın ki, bişəndə dağılmasın. Qatlamasını da burada baxın yavaş-yavaş göstərirəm sizə. Bu formada qatlayırsınız ki, forması da gözəl alınsın. Alınandan sonra bu proses başlayan zaman suyu qoyursunuz qaynamağa. Bir balaca içine duz atırsınız. Su orada tam qaynayandan sonra əsas şərt burada nədir? Fırada salırsınız qazanın içinə ki, o altı orada yapışmasın. 10-12 dəqiqə bişsə kifayət edir. Götürürsünüz kənara və nuş edirsiniz. Bunun yanında acı kadı, nə bilim turşu, xiyar, indi zövqə görə dəyişə bilər. Əsas bunun məqam nədir? İçi sulu olsun. Min bir dərdin dərmanıdır. Soyuq havalarda əsl yeyiləsi yemək budur. Yəni restoranlara pul tökməyinizə adı yox. Özünüz bişirin, ən dadlısını özünüz yiyin. Bəri başdan hamınıza nuş olsun. Mən yedim, bişirdim, yaxşı eləmişim.